Salamlar. Bugün sizinlə qarşımıza çıxan ən çox sual tipinə baxaq. Məsələn, sualda soruşulur: ən güclü metallıq xassəsi olan element. Biz bilməliyik ki, metallıq nə deməkdir? Metallıq elektron vermə qabiliyyətidir. Biz metalların elektron formuluna baxdığımız zaman görürük ki, xarici təbəqədə olan elektronlar nüvə tərəfindən az cəzb olunur. Az cəzb olunduqları üçün metallar xarici təbəqədə olan elektronları rahatlıqla verə bilirlər. Metallıq xassə bərabərdir reduks edicilik, yəni eyni addır. Baxın, ən güclü metallıq xassəsi olan elementin dövrün nömrəsi böyük, qrupun nömrəsi kiçik olandır. Ən böyük dövrümüz 7, ən kiçik qrupumuz isə 1-dir. Yəni 7s1-dir. İndi qeyri-metala baxaq. Ən güclü qeyri-metallıq xassəsi olan element isə qeyri-metallıq elektron almaqdır. Qeyri-metallar elektron sevirlər. Qeyri-metallar bərabərdir oksidləşdiriciliyə. Ən güclü qeyri-metalımız dövrün nömrəsi kiçik, qrupun nömrəsi isə böyük olandır. Ən kiçik dövr 2, ən böyük qrup isə 7-dir. Yəni 2s2, 2p5 olasıdır. Metallıq. Ən güclü metallıq xassəsi olan elementdə radius ən böyükdür. Reduks edicilik ən böyükdür. Ən güclü qeyri-metallıq olan elementdə oksidləşdiricilik ən böyükdür. Elektromənfilik ən böyükdür. Elektrona hərislik ən böyükdür. İyonlaşma enerjisi ən böyük olacaq.